bilirsiniz, ginekologiyada daha çox görülən nədir? Yumurtalıq xərçəngi, uşaqlıq boynu xərçəngi. Ən çox bu ikisi görülür də. İndi orada endometrium da var, orada tutaq ki, başqa xərçəng növləri də var. Ən çox ikisinin üzərində duraqdır. Ginekologiyada olan xərçənglərdə o gənclik yaşlarda görülən xərçəng növləri var. Orta yaşlarda görülən növləri var. Bir də biraz irəli yaşlarda görülən növləri var. Həmən bu aborta bağlı trofoblastik şişlər deyirlər. İndi mən onun çətin açıqlamasını verə biləcəm. Mən çalışıram ki, çox da tibbi dildə danışmayayım ki, hər kəs anlaya biləcəyi bir dil olsun. Trofoblastik, yəni rüşeyin mi deyim, embriyon mu deyim, yəni embriyonal. Tam da doğru bir cümlə deyil, amma abort nə qədər çox cavan yaşda olunarsa, həmən o trofoblastik xərçənglərin yaranma ehtimalı çox yüksəlir. Yəni bu döllə və hamiləliklə bağlıdır. Bəli. Daha çox. Bəli. Nə qədər çox yəni də elə trofoblastik, yarıda kəsilmiş. Bəli. Yəni hətta onların proqnozunda belə bir şey var. Nə qədər çox abort olunursunuzsa, siz bu qədər bir o qədər yüksək risk qrupunda alırsınız. Deyək ki, məsələn, o xərçəng növü ilə... Uşaqlıq boynu? Yox, bu endometrium qismindən yaranan bir şişdir. Amma, məsələn, deyirlər, bəzi onkoloji xəstəliklər var ki, oradan biopsiya eləmək olmaz. Həmən bu şişlərə aiddir. Niyə? Yəni, bu abortdan yaranan xərçəng növünə aiddir. Çünki çox yüksək qanama riski var. Deyirsiniz, bəs bunun biopsiyasız necə diaqnoz qoyaq? Onkologiyada biopsiyasız heç nə olmur axı. Olur. Yeganə xərçənglərdən biri də budur ki, siz buna toxunduqsa bu qanayacaq. Yəni, buna siz necə bunu biopsiya eləyir və diaqnozu necə qoya bilirik? İndi xanımların hamısı bilir ki, beta-HCG ilə hamiləliyi yoxlayırlar. Birinci həftədə beta-HCG bu qədər, ikinci həftədə 500, 1000, 2000, 3000, 7000 belə və həftə-həftə yoxlayırlar. Kimdəsə, hansısa bir xanımda dəfələrlə 5, 10 abort olunubsa və bu abortdan sonra beta-HCG 500 min, 1 milyondursa, o zaman xərçəngdir bu. Yəni, təbii ki, hamiləliklə eyni vaxtda bunlar yaranmır. Tutaq ki, bunlar 20-30 yaş arasında 7-8 ayım abort elətdirib. Bu 30 yaşında birdən-birə bunun qanaxması olur və bu həkimə müraciət edir. Həkim transvaginal Doppler deyirlər də, yəni o transvaginal Dopplerlə baxırlar ki, miometrumda çox inanılmaz dərəcədə qanlama var. Həmən qanda beta-HCG-yə baxırıq, qanda onkoloji markerdir. O həm hamiləlik testidir, həm də onkoloji markerdir. Daha çox abort olunan xanımlarda bizim qarşılaşdığımız budur. Deyək ki, bu bir qadın 20 ilə 30 yaş arasında bir 10 da həm abort eləyibsə, 50-də bunun qanaxması varsa, buna biz o həmən o trofoblastik həmən bu şişlərə deyə bilmərik, düzgün deyil. Yaranırsa, abortdan, məsəl üçün, gənc yaşlarda yarılır, kitabda yazıldığı kimi və 20-li, 30-lu yaşlarda daha çox görülür. 30 yaşından sonra risk qrupu biraz azalır, əgər olmadısa olmur.